Salam əziz qonaqlar, xanımlar, hər birinizi xoş gördük. Gecikdiyiniz üçün sizdən də istəyirəm. Bizdən asılı məsələlərimiz gecikdik. Bugün biz bura Qeyri-Xidmət Təşkilatları Dövlət Dəstəyi Agentliyinin təsdiqli və biz mədəniyyətinin inkişafına dəstək ictimai birliyinin icra etdiyi Qərbi Azərbaycan Musiqi İlk ilə adlı layihəsi çərçivəsində Çoban Məhəmməd və Sərbəd Rahman Xaçqanın kitabının təqdimatını olmuşdur. İlk öncə istərdim ki, torpaqlarımız uğrunda öz şirin canlarını fəda edən şəhidlərimizin xatirinə yadigar Şanlı vətəni sən yaratacağına cümlə hazırız. Sən yaratacağına cümlə qadiriz. Çəkli bayrağına məsud yaşa. Çəkli bayrağına məsud yaşa. Minlərlə can qurban, sinən hər Qərbi Azərbaycanın neçə siyasi tarixi yazarları eyni zamanda mədəni qorunmağa ehtiyacı olduğundan oldu. Biz gördük ki, Qərbi Azərbaycan musiqi folkloru indiyə qədər sistemli şəkildə artırılmışdır. Ayrı-ayrı düşünaslarımız bu sahədə müəyyən işlər görülür, amma bunlar sistemli xarakter daşıyır. Ona görə də qərarı aldık ki, yalnız danışmaqla yox, sənədləşdirilmiş mədəni irs yaratmaqla bu yaddaşa xidmət edir. Məhz bu layihə çərçivəsində ərsəyə gələn Çoban Məhəmməd və Sərbəd Rahman Xaçqanın təkcə bir nəşr edir. Eyni zamanda bu həm də bilinmiş torpaqlarımızdan gələn səslər, yaddaşın, bilgiyin doğrudan hazırlarımızdan. 2 gün bundan önce Milli Eğitimler Akademiyası'nın 82. yılında Cənab Prezident bir daha vurguladı ki, Qərbi Azərbaycanın layihə məsələsində ictimai təşkilatları, vətəndaş cəmiyyətinin, elm insanlarının rolu çox önemlidir. Qərbi Azərbaycan
Azərbaycana qarşı sadəcə siyasi hədəf deyil, eyni zamanda milli yaddaşın bərpasıdır. Həyata keçirdiyimiz hər bir layihə, hər bir addım bu yola xidmət edir. Əslində, biz də bu çalışa qoşulduq. Keçən ildə biz Qərbi Azərbaycan musiqi folklorunun toplanması layihəsi həyata keçirdik. 28 nümunə indiyə qədər toplanması nümunə topladıq, nota köçürdük və arxivləşdirdik, sənədləşdirdik. Bu il isə musiqi müəllif və o zamandan da gördük ki, hələ minlərcə musiqi nümunələrinin mübarəkə toplanmayıb və nota salınır. Məhz bu ideya söylədik ki, keçən ildə bizdə belə bir ideya formalaşdı və bu ildə musiqi mədəniyyətinin, yəni Qərbi Azərbaycan musiqi ilə adlı layihə keçirməyə qərarı aldıq və çox təşəkkür edirəm qeyri-hökumət təşkilatlarına, dövlət dəstəyi ayrılığına ki, bizim müsafiqələr ayrılığına hörmətləndirdi və biz bu layihə çərçivəsində Çoban Məhəmməd və Səlmi Xuraman dastanını nəşr etdik. Söylədiyim kimi, sadəcə nəşr etdik. Burada bir çox özəlliklər var, yəni ki, siz kitab oxuyarkən onu orada görürsünüz. Biz ilk öncə Çoban Məhəmməd və Səlmi Xuraman dastanını əslən Göyçədən olan Ustad Aşıqmış Aşıq Fəthullahın ifasında və Balabancalan əziz qardaşımızın Əziz Göyçənin ifasında və Salih Ağayev ifasında həm yazıya aldıq mətni, həm nota köçürdük və eyni zamanda burada bir çox özəlliklər söylədim. Aşıqla görüşəndə aşıq dedi ki, indiki dövrdə aşıqlar çox təsirlidir, dastanın düz söyləmir. Gələcək, gedəcək, yəni o özəlliyi saxlamır. Yəni bütün özəlliklərini, o canlı qalarını saxlamır və mən söylədim ki, aşıqdır, narahat olun, siz söylədiyiniz gibi dastanı mətnində köçürəcəyik və belə də elədik. Nə söyləmək istəyirəm? Biz burada bir dastanın, bir kitabın nəşr edəcəyik. Eyni zamanda mən çox istərdim ki, siz əziz sizin hər biriniz ayrı-ayrılıqda bizim çox dəyərli ziyalarınızsınız. Mən çox istəyərdim ki, həm bu kitab haqqında, həm də ümumilikdə Qərbi Azərbaycan mədəni yaddaşının bərpası istiqamətində sizin fikirlərinizi görmək istəyərdim və çox xahiş edirəm ki, bu mövzuya, yeni mövzuya və Qərbi Azərbaycan mövzusuna öz münasibətinizi bildirəm. Mən çox istəyirəm ki, və ilk olaraq sözü İrəli xanım bizi əslən İrəvanlıdır, sizin görüşlərlə məlumatınızda. Mən çox istəyirəm ki, sizdən başlayalım. Çok teşekkür ederim. Birincisi ben sizi tebrik ederim. Buradan da ben her şeyi araştırılmamış olan bizim meselelerimiz var. Her bir yeni bir madde biz Türkler'e Qərbi Azərbaycanın, revanımızın bütün tarihini, onun mədəniyyətini, onun yüksək təsirini bax belə kitablarımızla təsvir edilir. Bildiyiniz kimi və illərdir biz Qərbi Azərbaycanlılar bilirsiniz ki, bir həsrətlə yaşayır. Bugün çox sevindik ki, biz həqiqətən də Qarabağa gedə bilirik. Son dəfə biz qeyri-hökumət təşkilatları forumun keçirəndə biz Xankəndə birinci dəfə ki, Xankəndə ayaq bastı və orada biz hamımız qeyri-hökumət təşkilatları oradaydı. O sevinç, o duygular, bunlar sözlə mümkünlə çatdırmaq mümkün deyil və indi də bizim Qərbi Azərbaycanımıza, amma necə ki, Cənab Prezidentimiz deyir, biz artıq nə şəhid etmək istəyirik, nə gənclərimizi məhv etmək, yəni ki, ermənilərin bax belə bir o illərdir cinayətinin əlindən qalmaq. Ona görə Qərbi Azərbaycan mövzusu elədir ki, bu artıq bütün Azərbaycan mövzusudur və biz necə Qarabağ mövzusunda da, Qərbi Azərbaycan mövzusunda biz bir olmalıyıq və o yollar biz yalnız sülh yolu ilə
deməli, bu məsələdə xahiş edirəm. İrəvanlı ki, hər birimiz nəyə gücümüz çatırsa, bu məsələdə öz dəstəyimizi də göstərə bilərik. Təşəkkür ederim. Söz vermek için arkadaşlar ifade edersiniz. Ama ben bir Kamera Hanım'a söz vermek isterim. Sanat şansımızda felsefe doktoru ve dersi Kamera Hanım kitaptan çoktan tanıştık. Çok az bir müddetçe kitaptan tanış olduk. Ben çok güzel bir şanslı bakımdan Kamera Hanım'a isterim. Öncelikle bir Azerbaycan'ın İkincisi de bir musluşman yorumludur. Çünkü hele 20. əsrin əvvəlində bizim musiqimizin dahi bəstəkarı, bizim musiqi mədəniyyətimizin teorileri Azərbaycan folklorunun toplanmasını, mutlaşdırılmasını, sənədləşdirilməsini və onun tədqiqatlara cəlb edilməsini hər zaman sık tövsiyə edilir. Və o çıxışlarında, məqalələrində dəfələrlə vurğulayır ki, Azərbaycan xalqı çox zəngin folklor irsinə sahibdir. Azərbaycan xalqı çox yaradıcı xalqdır və hər il folklorun yeni nümunələri yaranır. Xalq tərəfindən sevilir, mənimsənilir. Lakin məlum olduğu kimi folklor şifahi yaradıcılıqdır. Və şifahi yaradıcılıq bir zaman sonra unudula bilər, yaddaşlardan silinə bilər, bitə bilər. Ona görə də bu irsi toplamaq, onu nota almaq, yazıya almaq və gələcək nəsillərimizə çatdırmaq hər bir Azərbaycan vətəndaşının, o cümlədən də hər bir Azərbaycan müzicisinin bir növbəli borcudur. Və artıq üstündən 125 il keçirsə bu tövsiyələr və hələ də biz öz folklorumuzla bağlı bu qədər zəngin materiallar əldə edə bilirsə, 30 il gedə bilmədiyimiz Qarabağdan, ondan da daha çox illər öncə əlimiz çatmayan ölkənin folklorunu bugün xalqımız orada yaşamasa da belə, orada doğulmayan uşaqların hayatına köçürdə bilirsə, bu o deməkdir ki, deməli biz bu folklora daha diqqətlə, daha qayğıyla yanaşırıq. Onu toplayıb nəyə ki, tədqiqata cəlb eləmək və bu tədqiqatlar vasitəsilə də bir daha dünya ictimaiyyətində bu torpaqların əbədi sahibi olduğumuzu göstərmək bacara bilərik. Və bu işdə əlbəttə hər kəs öz yaradıcılıq sahəsi ilə, öz məşğul olduğu sahəsi ilə bir zərbə töhfə versə, bu dərya olar və biz həqiqətən də xanım da söylədiyi kimi qan tökərək yox, həqiqətən sülhlə, mədəniyyətimizlə, zəngin ilişimizlə öz bu fəxri, bu müqəddəs arzularımıza bir adım daha irəliyə bilərik. Fərdə xanımın Qərbi Azərbaycanla bağlı toplama işləri özü verildiyi kimi keçən ildən başlamışdır və onun biz artıq çox yaxşı kitabıyla tanışmışıq keçən ildə. Bu kitabda Göyçə folkloru ilə bağlı aşıq xabaları, rəqslər, mahnılar və ən maraqlı tərəfi də odur ki, qərbi nümunələrlə yanaşı Fərdə xanım müasir folklor nümunələrinə də o kitabda yer vermişdir ki, bu da çox önəmlidir. Müasir folklorizm tarixi qeydiyyat daşımızın birbaşa təzahürüdür və onun yaşadılmasına birbaşa bir sənətdir. Və o kitabdan sonra Fərdə xanımla biz müzakirələr edirdik iş zamanlarında və görürdük ki, Göyçə folkloru çox zəngindir və aşıq sənətinin beşiyidir Qərbi Azərbaycan və aşıq sənətinin beşiyi deyilsə, deməli onlarla yüzlərlə dastanlar var ki, onların çoxu toplanmayın, bəlkə də ictimaiyyətə hələ məlum olmayan variantları var, hansı ki, bunları aşkara çıxartmaq, toplamaq, yazıya almaq və elmi tədqiqatlar üçün çox geniş perspektiv verir bu kitabların yaranması və bu kitabda həmin dastanlardan biri Çoban Məhəmməd və Sərvi Rahman dastanı yazıya alır. Bu
kitabın mən əsas məziyyətlərindən birində vurgulamaq istəyirəm. Məlum olduğu kimi Azərbaycan dastanlarının toplamasında tarixşünas filolog alimlərimizin çox böyük xidmətləri var. Artıq 2 əsrə yaxın toplama işləri aparılır. Böyük bir zəhmət nəticəsində Azərbaycan dastanlarının 5 ciltlik kitablara əlçək gəlir. Lakin dastanların toplanmasında mütəxəssisindən asılı olaraq o dastanın poetik və nəzm hissələri yazıya alınır, lakin musiqi hissəsi bir qədər diqqətdən kənarda qalır. Aşıq dastanlarının kompleks şəkildə həm yazıya alınması, həm də tədqiqata cəlb edilməsi 20-ci əsrin 2-ci yarısında musiqişünaslıq elmində xüsusi vüsət alır və bu çox sevindirici haldır və Fəridə xanımın yazıya alındığı dastanın əsas özelliği olmaq ibarətdir ki, mütəxəssis bu işə məhz kompleks yanaşma nümayiş etdirir və dastanın mətnində aşıqların ifa etdiyi havaları və şeir mətnlərini kompleks şəkildə yazıya köçürdür və hər bir hava haqqında, onun poetik mətn haqqında burada geniş məlumat verilir. Bundan başqa ümumiyyətlə dastan yaradıcılığı, dastan janrının özelliklərinə burada toxunulur. Kitabın həm elmi, təcrübi, hətta tədris vəsaiti kimi həqiqətən dəyərli görülür. Mən Fəridə xanımı olaraq mən bu işin davamını nəyə arzulayıram, mən gözləyirəm. Çünki bu bizim borcumuzdur. Çox sevinərəm ki, belə kitablar çoxalsın. Həqiqətən mən Şuşa Musiqi Festivalında işləyərkən uzun illər öncə tələbələri mənə sual verir. Müəllimə, əgər Şuşanı bizə qaytarsalar, siz gəlib işləyərsiniz orada. O uşaqlar hamısı Şuşalıydı, həqiqətən mən çox duyğulandım bu sualda. Və dedim ki, kaş Şuşanı bizə qaytaraq, mən sizə söz verirəm. Orada əgər musiqi bərpa olan gündən bir il olsa gəlib orada işləyəcəm. Və mən bugün inana bilmirəm ki, yəni mənim 15 il qabaq dediyim bu arzu gerçəkləşir. Hər Şuşa bizlərdə bu bir xəyaldan gerçəkləşir. Və mən arzu edirəm ki, bir gün bu məclis həqiqətən Qərbi Azərbaycanda toplansın. Və bir gün biz orada toplaşaraq o günə çatana qədər əldə etdiyimiz uğurlarımızı paylaşan sevindirici görəcək. Çok sağ olun. Çok sağ olun, teşekkür ederim. Beni dəvət edildiyinizə görə. Kaş ne olaydı, kitap hazırlanan vaxtından biləydim. Çünkü açığı, belə deyim də, İraq da bildirilməlidir. Burada müəyyən mənbələr var. Burada tutaq ki, İslam Mələsələrin adı tutmaq ki, bırakır. Ama halbuki onu təşkil edən İslam Mələsələrin. Ama oradan bir nəsə statistik göstərilmişdir. Neyse, bizim ictimai təşkilatın adı Ələsgər Ocağı. Yani bu Ələsgər Ocağı'na ayrılan bir şəxs olduğuna göre Ələsgər Ocağı'ndan əlaqəmiz olandır. Yani belki de çoxlarıyla başa düşür ki, bu doğrudan da bu Çoban Məhəmməd yerində qarsa, orada bu hadiseler olur. Bunun hamısı özü tərəfindən, öz yaradıcılığı. Yani bir çobanın belə bir yaradıcılığı olması görüntülə verir. Ona göre biz çok, yani bu barədə çok məlumatı azdır. Bu da təbii ki, Aşıq Nəcəfinin Qardaşoğlu'nun yazısından Akımov hakkında kitapta çıkartmıştı, Çoban Məhəmməd adlı. Ve burada tabii ki nota alınır, bunun hamısı əziyyət bizlər. Buna hamısı alışlanır. Teşekkür ederim, bunu da təbii edirəm. Tabii ki, hər bir çıxan kitap bizim gələcəyimizə tabii. Bundan sizə minnətdaram, bütün zəhmətlərinize teşekkür ederim. Mən düşünürəm ki, gələcəkdə bu layihələrdə hətta film çəkmək olar, onda daha doğru düzgün baxmaq. Uğurlar arzulayıram. Sağ olun.
düşünürük ki, hələ gələcəkdə bu işi davam etdirək. İnşallah. Və sizsiz ki, bilirsiniz, məsələ başlıqları ki, əgər biz bir şey olursa, yəni bir araşdırma, əgər bizə bir qədər o araşdırma bilirsə, demək bitdi. Amma araşdırma məsələsi belədir ki, o bitmir, bu davam edir. Yəni, o yüzden öğrenci ıslatma sizin o ıslat yapmıyor ama gelecek yaşlarımızda inşallah ki sizin bilgilerinizi nəzərdə alalım. Teşekkür ederim. Sağ olun. Ben bakmak isterim ki Nazım Bey, siz söyleyersiniz. Merhaba, bu başkanlarımızla tanışalım, çok mağazalar var. Deyim ki, dastanlar için değil yaratılır. Yani dastan yaratıcılığında bu aşırıların öz yaratıcılığı, bunlar fantaziyalı görgün, hatta belli birçok tanınmış aşırılarda mesela aşırı Abbas Barramını gösterir. Deməli, başqa aşırılarda da var ki, özlər öz haqqında dastanlar yaradır. Dastanlar da yaxşı ki, yaradırlar. O aşırılarda Abbas və Gülgəz dastanı olmasaydı, aşırı Abbas Barramının şeylərini çoxları bizə çatmaqdır. Dastan yerləşdir, o şeyləri bizə çatır. Yəni, bu dastan yaradıcılığı doğrudan da şifalar edəbiyyatına mühüm yetkidir. Tanış olduğum burada iki kanun aşırının birindən yaratıcı alımı, aşırı takılı görselinden aşırı tarih kavramlarından görsel alımı. Bildiğiniz gibi Azerbaycan aşırıları ve el şahitleri Şah'ın 2019. senesinden burada birinci kitaptan farklı olarak esas görsel aşırının üzerine nasıl olmuşsa, ikinci kitapta bu Azerbaycan aşırıları ve el şahitleri kitabında Azerbaycan'ın bütün coğrafyasını əhatələməyə çalışmışam. Görsel bilgidən başqa həm də məsələn aşırı Molla Cümanı, aşırı Hüseyin Bozalqanı, Qubaqlı Xalqanı Xanı, o cümlədən Qarabağlı başlıqları ilə ancaq sırf sənədlər əsasında təbliğ edib kitabı tərtib eləmişəm. 2019-cu ildə nəşr olunub. İndi arada keçən bu 6 il ərzində yeni məlumatlar bilə çıxdı, yeni aşılar və bu aşıların da coğrafyasını xeyli genişləndirməyə nail olsun və bir yeni nəşr satılmaya hazırlayanda ilk dəfə olaraq Borsalı aşı bilgisini buradan deməli əhatə edirəm. Buradan da həm Borsalı və Asıqalan məşhur Xəstə Hasanat edilən məşhur başlıdır. Yəni, onun deyim ki, Azərbaycan aşıqların tarafında çox böyük yer olur. Aşı şirini bu Xəstə Hasanın deməli şəhərində olur. Və burada aşıq Borsanın aşıq qararı ki, bu Xəstə Hasanın deyişmələri var. Bir də ki, Fahralı kəmindən olan aşıq Mustafalı da yer alacaq. O cümlədən mənim əvvəlki kitabımda aşıq Məhəmməd, daha doğrusu Şair Məhəmməd yer tutmuşluğun haqqında da vermişdim şehirlərindən, nümunələr da vermişdim. Və ona demiş ki, çox mükəmməl şehir texnikası var. Əsl aşıq Ələşələ layiq olan qardaşı kimi çox mükəmməl bir şehir texnikası var. Onun şehirlərindən nümunələr vermişdim. Onun doğum tarixində sənətlər əsasında müəyyənləşdirilmişdir ki, 1871-ci ildə oldu. Ölüm tarixlərdə mən toxunmuram, çünki ölüm tarixlərinin yazılanlar qəbul edilir, həqiqət kimi qəbul edilən. Keçən il yayında mən və tədqiqatçı Arif deməli Əli Şamillə öyrəndik ki, bu aşıq Şair Məhəmmədin Göranqoy şəhərində nəvəsi yaşayır, Zöhrət xanım yaşayır. Biz səfər edərik, orada görüşdük, Zöhrət xanımla görüşdük və onun dediklərindən mən qələmə aldım və bu kitabın yeni nəşrində onları da əlavə edirdim. Zöhrət xanımın danışıqlarından doğrudan da Şair Məhəmmədin həyatında çox arzular, istihbar olduğunu gördük. O deyir ki, birinci arvadından olan üç uşağın sonra ikinci arvadından da qoyub arına
mal saxlamağa gedəndə vəba xəstəliyinə tutub uşaqlar ölüb. Sonraki onun uşaqları, o cümlədən Zöhrə xanımın atası Allah verdi, o 3-cü xanımından doğulub. Deməli, qızın deməli 1920-ci ildə Allah verdi doğulub və 1963-cü ildə faciəli şəkildə həlak oldu. Yəni, yerli biz orqanlarından belə deyək, qaçaqsız, xarici tabir olub, atışma oldu və bunun haqqında da müəyyən əvvəldə dastanın düşkəsində olub. Onlar bu vaxt, deməli, Allah verdi, Naxçıvan şəhərində yaşayırmış. Ataları o atışmalara həlak olandan sonra buna dedim ki, üç bacı qalırlar. Zöhrədir, Zeylandır, bir də Dəsən Zəhradır. Biz Zöhrə xanımla görüşdük və dedi ki, ataları faciəli şəkildə özə dövlətə qarşı və deyəkdə vuruşurlar, çox azı gözlədilər. Rəhmətli Aşıq Xalıq görüşümə gəlib, bu üç bacını aparıb at kesin. Ona da uşaqmış, yəni bu Zöhrə xanımın olan sənin 13 yaşı varmış. Üç bacı uşağı, atası, tanısız. Aparıb orada saxlayıb, gördük, amma sonra onlar yenə qalib dərsən vaxtlarında orada ailə bölümlər arasında bir həyat hekayəsi var. Bütün bunları mən kitabın yeni təşkilində və o cümlədən də Şair Məhəmmədin bu dastanının da haqqında eşitmişdim. Yəni, bu dastandan da uşaqda qarşılaşdım. Təbii ki, bu dastanda olanlar həqiqət deyil. Yəni, dastan yazılarının fantaziyasının məhsulu, amma lazım bir şey. Ona görə də burada dastan yazılarının da iki ayında olmaq, dastan ayrı şeydir, elm ayrı şeydir. Elm faktlara əsaslanır, mənim Zöhrə xanımla söhbətimdir, qeyr-edir. Amma bu dastan da müəyyən bir şəxsin həyatına bir zənginlik gətirir, maraq daha da artırır. Mən bu dastandan da orada əvvəl edəcəm və əvvəlki kitabımda bunu Şair Məhəmməd kimi yazmışdım. Amma Əli Şamilin də dediyi kimi və bu dastanın da birinci Qalbamızın dastanında da göründüyü kimi bunun əsas çoban Məhəmməd kimi tanımlığına görə mən yəqin ki, təzə kitabda bunu Çoban Məhəmməd yazdım, amma onu qeyd edəcəm ki, əvvəlki nəşrdə Şair Məhəmməd kimi gedib. Və onun deyim ki, əvvəlki kitabda da verdiyim o şeir nümunələrində bir daha təşkil edirəm ki, çox mükəmməl şair, həddən artıq mükəmməl şair. Necə deyərlər, Allah rəhmət eləsin, bu kitabı gətirənlərə də Fəridə xanımlara ürəkdən təşəkkür edirəm. Mən Fəridə xanım 2019-cu ildə deməli, Qayseri'dəki bir simpoziyumdan tanıyorum, orada tanış olmuşum. Və Fəridə xanım əynində Azərbaycan bayrağı, orada bütün beynəlxalq simpoziyum var. Orada çırpınırdım, Qaradəniz hamısını elə oxudu ki, biz onlar bizim qardaşlarımız da hər halda başqa bölümdə, Türkiyədə. Oxucu açığında göz yaşlarını saxlayırdılar. O qədər Fəridə xanımın ifasının o qədər təsirlədir. Cüzün düzlüğümüzdə Fəridə xanımın həm ifasına görə və həm də bu kitaba görə təşəkkür edirəm və təbrik edirəm. Kitabı okumamışam, alınmazdı. Elmi xanım dəyişirdi, deyirdi ki, bu qərib Azərbaycan haqqında Çoban Məhəmməd haqqında. Mən gələcəyim. Təvəkkül teşekkür edirəm. Kitaba baxıram, çox maraqlı bir yazılar baxmışdım. Maşallah, nazirlərlə o dəqiq məlumat verdi ki, çox gözəl oldu. Yəni, kitabı oxumamışam da belə, vurulmuşam burada yazılanlara. Əslində, bu kitabın biraz ediliyik də, bəlkə mənim qısası olmadığını edirəm. Musiqinin yanında sevdiyi hamımız oldu deyək ki, gözümüzü açandan aşıq havaları, gözəl xanlarımız həmişə qulağımızda səslənib, eşitmişik və gözəl bunları qoşmaları şeirlər həmişə birinci yeri bu deyək ki, bayatılarımız, daslanlarımız çox
seve-seve dinlediğimiz bir janr oldu. Aşağıların da belki konkret vurgulayabilmek bizim buradan ihtiyacımız çıkmaz. Yani bu aşağılardan gelen yazıları biz seve-seve okuyoruz. Onlar hakkında ancak belki bunu ne güzeldir, ancak görebiliriz. Onun bizi tenkit edebildiği bizim hakkımız şartlarında. Yani ben aslında bir derecede yanılma olabilir, esaslanmak gerekmesidir. Ancak her bir halde yazılan kitaplar hamısı güzel farkınızdır, güzel birsinizdir. Böyüyen nesiller bunu bilmelidirler. Düzdür, biz müəyyən bir yaşta yaşamışdır. Çok şey görmüşük, çok şey bilirik ama böyüyen nesillere bunu daha yakınmaz. Yani bizim olan ki nenelerimiz, analarımız, babalarımız, atalarımız bize bilirler. Ancak bu yeni nesiller başka bir belki, onlar şu maraqlı olan sayılarlar. Ancak bunun ne kadar güzel olduğunu onlara aşılamak lazımdır. Ben istəyərəm ki, bax, bu yazılar məktəblərdə bir dərsliklərdə kiçik bir həcmdə də olsa, misal üçün, Allah rəsqətə qeyrəmət eləsin, çərşənbə günündə şişmə başlandan şiirini biz hələ uşağa baxdıqca hamımız, orta yaş insanlar, məktəb kitabları məsələdən şiirini oxumamışıq. Biz aşıq rəsqəri ondan tanıyıq, başqa aşıqlarımızda ilə tanıyıq. Mən istəyərdim, amma bu günlər çox az uşaqlarımıza az keçiriyor bu dərslər. Mən istəyirəm ki, bu genç keçirsin. Çünki Qərbi Azərbaycan kəndi, o bizim dədə-baba torpaqlarımız. Bu bizim, hətta belə nənələrimizin, babalarımızın uşaqlığı. O, geriyə baxanda nəsillərinin keçmiş torpaqlarıdır. Onlar arzu edirəm. Sizin işlərinizdə, musiqinizdə, yazılarınızda, inanlarım ki, növbəti nəşrlərdə daha da geniş məlumatlar olacaq. Onu da vurgulayım ki, mən ata tərəfdə Qərbi Azərbaycanlıyam. Ana tərəfdən tanrısından tanıdığım nəticələrini bilirsin. Ona görə mənim üçün müəllimə gedir, Şuşanın o mənim ana tərəfində, ana qorxudur. O da bir yanlı yerimizdir. Şükür Allah'a ki, qələbə çalındı, Şuşada bu günləri bayrağımız bağlanır. Heç olmasa da azından ildə bir 6 müddətlə gelib gəlirəm. O çox tez-tez gelib gəlirəm. Ona görə bu bizim o bir tərəfimizdə ki, rahatlaşmışıq. Rəmi qalıb Qərbi Azərbaycan. Qərbi Azərbaycan şəkildə bir oyun olsun ki, bax, burada belə gibi inşallah o ürəyiniz məktəblə köy olsun. Arzu edirəm ki, Qərbi Azərbaycanda bu kitabların təqdimatını keçirir, bir orada yaşar inşallah. Təqdiklər və bunlar arzu edirəm. Sağ olasın. Çok sağ olun, teşekkür ederim. Ferdan Əvvəz icazəni sizi təbrik edeyim. Düzdür, adətən kitabı oxuyandan sonra haqqında danışırlar. İndi biz illərdir elə kitabı, yəni hiç oxuyucuq və imkan olarsa əsası görüşəksə mən söz təəssüratlarını bildirərəm. Amma kitabın, ümumiyyətlə bu tip kitabların əhəmiyyəti haqqında, bu tip araşdırmaların, nəşirlərin əhəmiyyəti haqqında danışmaq istəyirəm. Adətən çox bir məşhur bir söz var ki, bir xalqı məhv eləmək üçün onun dilini əlindən almaq lazımdır. Amma məsələn, yer kürəsində elə nümunələr var ki, o xalqların dili içsə də, xalq özü öz varlığını hələ də qoruyub saxlayır. Misal üçün, mən Rusiya Federasiyası ərazisində yaşayan xalqları misal çəkirlərəm. Mən özüm orada olmuşam bir neçə il bundan qabaq. Onlar demək Rus dilində danışırlar və öz dilləri unudulub gedib təmiz. Amma bu xalq öz varlığını qoruyub saxlayır. Nəyin hesabına? Folklorun hesabına. Bunlar məsələn, onlarda bir can qardaşları var. Müqəddəs bir əsər kimi yanaşırlar. İstər gənc nəsil, istər yaşlı nəsil. Bu folklora olan bağlılığın önəmini göstərir. Məsələn, Azərbaycan dilli bir mühit və yaxud da Azərbaycan ilə aşıq ədəbiyyatında çox geniş yayılır və bu da aslında da məsələn, müəllif təsadüfən Qars vilayətini seçməyib. Qars əslində Azərbaycan dilli bir ərazidir. Baxmayaraq ki, qardaş dövlətin ərazisindədir. Amma dil baxımından biz indi Qarsda yaşlı insanların Azərbaycanın qərb ləhcələrinə daha yaxın danışdığını görsək də, gənc nəsil artıq təmiz İstanbul şivəsindən danışır. Buna baxmayaraq, onlar da folklorlarını qoruyub saxlayıblar və onun Azərbaycan dilli bir mühit olduğunu tarixən, Azərbaycan dilli bir mühit olduğunu, Azərbaycanın tarixi bir hissəsi olduğunu məhz bu folklor əsasında müəyyən etmək olur. Çox düzgün qeyd edildiniz, 3 gün bundan öncə, 2 gün bundan öncə Cənab Prezident Milli Elmlər Akademiyasının 80 illik yübleyi münasibətilə keçirilən tədbirdə çıxış elədi. Orada dil haqqında, tarix, hətta Qarabağda və Şərqi Zəngəzurda aparılan geoloji qazıntılar barədə məlumat verdi.
Və çox maraqlı bir nüansa toxunur. Yəni bunu bir prezident səviyyəsində dilə gətirmək həqiqətən də biz tədqiqatçılar üçün çox önəmlidir. O qeyd etdi ki, Azərbaycan elə bir ölkədir ki, sərhədlərdə Ukraynada Azərbaycanlılar yaşayır. Yəni bu, biz təbii ki, bunu bir həmişə bu istiqamətdə yazırlar, kitablar, tədqiqatlar, amma prezidentin bunu dilə gətirməsi artıq Qarabağ müharibəsindən sonra Azərbaycanın belə deyək, milli, mənəvi, siyasi istiqamətinin nə cür formalaşacağını göstərir və bunların da mərkəzində əlbəttə ki, Qərbi Azərbaycan torpaqları dayanır, İrəvan dayanır, Göyçə dayanır, Zəngəzur, Qərbi Zəngəzur dayanır və biz onlara təbii ki, bu siyasi yolla qayıdış mümkün olacaq, biz bunu yaxın illərdə yəni şahid olacaq, amma o irsin zənginliyi ki var, o irsi yaşatmağın yeganə yolu məhz bu cür folklor materiallarının toplanması və hörmətli Fərdan, sizin kimi fədakar tədqiqatçıların bu işlərə cəlb olunmasıdır. Bir daha siz təbrik edirəm və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Siz olmak isteyen arkadaşlarım, mesleğinizi bilgilerden sizin destekleriniz. Zaman hamınızı salamlayıram, üzr istəyirəm, deyişimizdə bu başqa tərbiyyələrimiz ona görə. Həm də bilirsiniz ki, akademiyamızın 80 yubiley tədbirləri hələ də davam edir. Hələ onun bir sevinci altındayıq. Amma özümə borcluydum ki, mən bu tədbirində yarımçıq olsa iştirak edirəm. Yenə bugün dövlət səviyyəsində aparılan siyasət, görülən işlər hamısı Qərbi Azərbaycan tərəfdən görülən işlər hamısı dəyişdirir, sevindirir. Digər tərəfdən bu tədbir belə rast gəlir ki, hamımız sevindirir, hamımız qələbəmizin 5 ilinin yüksək səviyyədə, dövlət səviyyəsində qeyd olunmasına həsrətlə gözlüyük. Və bu zəfər həm də bizə yol açdı ki, Qərbi Azərbaycanla Şərqi Azərbaycanın birləşməsi, yəni bu saat ən aktual olan müsaadədir. Yolları birləşdirmək dövlət səviyyəsində həyata keçirilir. Bu, Cənab Prezidentin, Ali Baş Komandanın və digər dövlət qurumlarının sərəncamında olan bir işdir. Amma bir də mənəvi cəhətdən birləşmək var. Yəni tariximizin birləşməsi, folklorumuzun birləşməsi, dilimizin bir-birinə uyğunlaşması, baxmayaraq ki, Qərbi Azərbaycanda bugün Azərbaycanın yoxdur, amma orada böyük bir mədəniyyətin izləri var. Və o mədəniyyətin izləri onların folklorunda, yaddaşında öz əksini tapıbdır. Və bugün belə bir gözəl dastanın bizə təqdim olunması, mən məsələn belə bir dastanın olduğunu bilmirdim. Böyük bir işdir, buna görə xüsusilə Fərqasana təşəkkür edirəm. Deyir ki, kimin gücü nəyə çatırsa onu eləməlidir ki, millətin belə deyirəm, yolları birləşməyə az qalır. Birinci gün bundan qabaqda bizlərin prezident hətta həmən o şərqlə gəlib birləşdirəcək qayıdılır. Yolun ikincisində görüləcək işlərlə belə iləyətsiz şəkildə danışılır. Bu dövlətin qıratıdır. Amma mən çox sevirəm ki, artıq elm adamları, sənət adamları da əlini daşın altına qoyulur. Yəni bizi həm də Qərbi Azərbaycanın mədəniyyəti ilə uzun illərdir gedir. Burada hamada təşəkkür edir. Bu barədə çox böyük işlər görür, bəzi tədbirlərdə iştirak etmişik. Yəni bir tərəfdən də o mədəni necə bir baxır, birliyimizi davam elətdirmək üçün və orada yaranan mədəniyyətimizin hələ də yaşandığını sübut etmək üçün bu cür belə əsərlərin çap olunması çox həm aktualdır, həm dəyərlidir, həm də təqdir olunandır. Çünki bilirik ki, biz indi adətən bir şey belə deyirlər ki, folklordur da, yəni folklor, amma əslində qalanda tarix yazılmamışdan əvvəl yaranan folklor bizim tariximiz, nənələrimizin, babalarımızın öz təfəkkürü səviyyəsində bizə çatdırmaq istədiyi tariximizdir. Yetər ki, biz o folklorumuzu araşdıraq. Yetər ki, biz o folklor nümunələrində tariximizin izlərini araşdıraq. Məsələn, mən folklor deyəndə nədənsə həmişə yadıma bir bayaqda düşür, deyir ki, apardı qatı məni, qul edər satı məni. Yəni, bir dənə bu misrada biz
həmən bayaqının digər müəllifin özünü tanımasaq da bilirik ki, bu bayaqı o zaman yaranırdı ki, Monqol qadarlar Azərbaycana da hücum edəndə oradan götürülən əsirləri, əsir qadının hər hansısa birindən, yəni folklorumuzda zəngin tariximiz, mədəniyyətimiz, kültürümüz, analarımızın, atalarımızın qədim zamanlardan özlərinin təvəkkülünə yaratdıqları laylalarımız, atalar sözlərimiz, yaxın onların bu cür xalqa çatdırılması çox önəmlidir. Mən sizin hamınıza təşəkkür edirəm, hamınıza təbrik edirəm, gözünüzdən. Çox sağ olun, Əlbəttə. Daha gerisinden sonra onlar verilmesinden evetler yapılan yani çünkü uluslararası geniş bir araştırmalar var bu sahnede. Tabii burada bir şey bilmesinden burada böyle bir makinenin bir usulü yani yapmalar seçim olması benden kurullarından çıkıp da aslında yapması bunun yani tabii olarak kesin. Uluslararası tavanlar ve ben mantıklı olarak kanun meyvanları geçmek anlamında. Şairlərini təqdim edən gözəl professorumuz Dağlı Kəndlidir və bizim əsas işimiz orada əsas olaraq Qərbi Azərbaycan və Qarabağ əlində sınavına qatılmanın başlaması. Və bu sınavlarda Qarabağ qeydetdiyi bizim tariximiz, kökümüz, folklora bağlıdır və bunların da əsasında əlində sınavının xüsusiyyəti var. Məhz burada oturanlarımızda yəqin ki, hər birimizin Qərbi Azərbaycana bağlıdır. Yəni, 10 sənə tariximizdə əsas müəyyən materiallar əldə etməyimizə kömək göstərməniz xahiş edir. Və hansı ki, o məsəlimizdə Dağlı'nın gözəl şahidimizdir, şəhət edəkdir, öz babasının əldə etməsimizə, Şahan Kəriminin əldə etməsimizə təqdim edir. Hansı ki, Zərfətanın üzərindəki əldə məşğul olur. Belə tədqiqatların aparılması böyük Azərbaycan ədəbiyyatının, Qərbi Azərbaycan ədəbiyyatının xüsusiyyəti, tarixinin tədqiq edilməsi və gələcək edilməsi bizim işimizdir və bu sahədə təbii işlərimiz davam edəcək, sizlərin məsələsidir. Bir daha təqdim edirəm və dəstənin olması bu ələzmadır, yəni yoxsa məncə olduğu üçün kəsdir. İlk öncə yani bu əsas eğer varsa bir üstəsində sevilənməsi, əlləşməsi, əskərlər olmasında biz xəbabımızda salarıq. Əgər varsa biz toplar insanlar gələcəyiz, yəni müddətdə konkursiyyəlik və yardım edəriz onların işarəşi planlar Qarabağ Qarabağ diğer bir regiondan kuruluna karşı ve tükenlik tehlikesi var. Belki artık kimseler aşık takılarını söyledi. Aşık takılarının sesini yani bu bir hayat tehlikesi. Dünyalarımızı değişecek. Ve
Qərbi Azərbaycanda elə folklor, yəni musiqi folklor var ki, o digər regionlarda yoxdur. Məsələn, Kırmızılar var, Kanaryalar var, Kumrumalar var ki, digər regionlarda bu janrımız oldu. Yəni bu baxımdan biz əlbəttə biz başlanmışdır. Necə gəldik, biz topluyuruq, təqdim edirik. Artıq bundan sonra ben orta salmışım. Bunun üzerinde bizim tərbiyəçilərimizin, çalışacaqlar və burada biz özellikle görmüşük. İstər ifa, musiqi ifa üsulunda, istər də ki, mənimlə. Bu özellikle koyup sağlamışım. Toplu məzəmin, toplu o zaman toplu variantları var. Əgər mənim bir isə dilənə ədəbiyyat, amma bildən variantları varsa, bu artıq toplu. O yüzden bir də ki, bilirsiniz, mən xəbərlərim sözlə araştırma elə bir istiqamətdir. Bir araştırmanı əgər sən köklükdə araştırırsansa, deməli bir şey səhədir. Amma biz görürük ki, bir mövzuda nə qədər araştırmalarımız var və perspektivlər var. O yüzden davam edilir və mən çok istəyərdim ki, insan sonra bu ələnlərlə davam Teşekkür ederim. Ferda Hanım, teşekkür ederim. Bu kitabı da bir vaxtda satılmış ki, hem de bizim Zəfərin 5 iliyinə hədiyyədir. Münasibətlə hamımızı təbrik edir və hamımızın əhatəsində olan bütün xalqımızı təbrik edir. Hər halda uğurdur. Burada iki nüansa reaksiya verəcəm. Birinci, dəyərli alimimizin Əlinin dediği söz ki, dastan elmdir, amma dastanı mən ona belə söz altı deyərdi ki, dastanlardan o qədər elm yazılır ki, yəni elmi mənbə kimi istifadə olunur ki, əslində dəqiq olur. Folklor əslində ədəbiyyatı deyil, tarixi kimlərsə yazır, ədəbiyyatı xalq yazır. Yəni ədəbiyyatın səmərəli istifadə eləsə, folklordan səmərəli istifadə eləsə, elə elm oradadır. Əslində elm oradadır, dil də oradadır, etnografiya da oradadır, kulturologiya da oradadır. Nəysə bu, üzr istəyən, sözdə bir yönüm verir. Qaldı Qərbi Azərbaycanla bağlı, sadəcə olaraq biz axtardığımızı orada axtarmıyor. Qərbi Azərbaycanla bağlı, məncə Qərbi Azərbaycan folklorun 17 artıq sat olunur, 17-18. Sadəcə orada da dəyərli materiallar var, düzdür, Fərdə xanım qeyd edir ki, mən onların hamısını tanışam, Fərdə xanım qeyd edir ki, haradası nəyəsə qarışır, o da bir gözəllik gətirir. Bilirsiniz, musiqi folkloru Fərdə xanımın toxunduğu sahə xüsusi sahədir. Yəni o ikinci kitabıdır ki, mən əldə edeyim və burada birinci şeirlərin üslub və formayı etibarıyla çox yüksək səviyyəli olması, yəni əsər şairlər adına çıxması. Bir də mənim arzumdur, iki arzum var. Bu Çoban Əfqan, Çoban Məhəmməd, ne şair Məhəmməddir bu. Valla axtaranlar sizlərdir, Wikipedia'dan baxdım bir məsələ ilə bağlı. Mirzə Şəfi Valihin Wikipedia'dakı baxırsın ki, bu kim olur, kim olur. Ama əslində tarixə sökənəndə böyük bir kişi olur. Yəni belə də kasıb olur, yetim olur, kim olur, ne olur. Böyük bir kişi olur, Sufi nəslindən olur, Rufi nəslindən, dini etiqadları olur. Yəni bu çoban ifadəsini valla elə şair kimi olur. Şair adı varsa da şair kimi tanıdaqlar. Yəni biz həm də bu kitablara elə belə baxmıyıq ki, bu kitablar sabahlar gedir. Mən şəxsən xaricə gedəndə bir yazım çıxmışdı. Vaxtıyla Rusiyaya gedəndə aparırdım kitabları. Rusya Sərviş Məhməd Sədənin Allah rəhmətə tərcümələrini aparırdım.
İndi də gedim də Almanya'ya gedirəm, Türkiye gedirəm, özümlə kitab aparıram, imkanım olanda aparıb kitabxanalara təqdim edirəm. Bu yoxsundur. Bu nöqteyi nəzərdən bu kitablar dəyərlidir. Xüsusən bu kitabın iki dildə olması. Yəni mən söz verirəm ki, kimsə gələndə mənim Allah imkan eləsin gedəndə mən onu Almanya'da kitabxanalara təqdim edib, özümlə götürəcəm. Amma bir arzum var. Mən naşirəm, yəni qələmli başqa naşirəm. Burada yazır ASB-in. Hamı ASB-in tələb edir Bakıda. Bu günləri Azərbaycanda hamı beynəlxalq standartlar tələb edir. Ama orada sizin pərdə qalır. Biz tarixə müraciət edəndə sizin sahəyə qarışırıq. Yəni orada sabahlar bu kitabı götürür. Müəyyən bir şey, Pərdə xanımın adı yoxdursa burada. Loqalar var da, belə də. Onu siz özünüz küləşdirməlisiniz, getməlisiniz. Müəllif hüquqlarında öz adınıza və ondan sonra qoymalısınız internetə. Maraqlı faktlardır bu. Bir də arzum burada, əgər kitab sahibiyisə, burada internet var, səhifələrin üzümü var. Yəni mən bilmirəm, burada deyil, kitabın bədii tərtibatından, texniki tərtibatından o qədər razı deyiləm. Bunu yəni mən sabahları bir yerə tərtib edəndə, baxsınlar, həm də nəfis bir kitabdır. Mən onu arzulayıram. Sözsüz ki, tələsib olur, yok, indi onu belə də, mən də belə, 4 kitabım çatladı, sağlamlığına bağlı biraz kitabı. 4 kitabı çatladı, mən onu gedirəm oradan, əlaqə saxlayıram, sağ olsunlar, belə də. Kitablar, yəni mən kitaba sizin məhsul kimi baxıram. Mən kitaba bu xalqına kiməsə təqdim edəcəyi məhsul kimi baxıram. O nöqteyi nəzərdən teorik və bədii tərtibat yüksək. Ama burada sözler olmalı. Sözler bölünəndə, başlıqlarda, yəni bölünəndə orada da məntiq gözləmək vardır. Sizə olurlar, hər arada böyük olur, sizin de ikinci bu stildə ikinci kitabındır. Biz Qərbi Azərbaycandan nə cür şeirlər yazılıb, dastanlar qoşulub, oxuduqsa, öyrəndiksə, buna görə sizə minnətlər, qələminiz iti olsun, ancaq onlarını arzu edirəm. Üzr istəyirəm, mən açıq arzularını ifadə edirəm. Bu da mənim. Yani birçok kanunlarda yaratıcı kanunların adet onun meşhur olduğu işen yardım. Mesela Zor kendinden çok güzel bir söz ustadı var. Usta Abdullah. Bazen Zorba Abdullah derler, bazen Usta Abdullah derler. Bu sola sözlerimizi ben o Eyvallah değerler üzerine karşı karşılayacağım ama belki bu sorma sözünde öyle bir terkkanlı bir savaşlar yoksa mesela öyle bir şey İsa Peygamber eğer ağzı sokan çoban gibi insanlara bir söyleyen o insan o sözünü çobanlar benzerler. O diyor ki Məhəmmədin ben ehtimal ederim ki yaxşı səsiz olmadığına göre aşırı olur. Yoksa bir daha qeyd edirəm ki, onun şeirləri çox mükəmməldir. Məsələn, deyir ki, burada bir toxunu deyir ki, Məhəmmədəm ağın başdan azalır, Zingistan rəhbəni əldən yaz alır. Atmaq kömür 60 yaşda saz alır. Bilmirəm, çalmayın, yoxsa çalmayın. Yəni, burada da özü işarə gedir ki, bunun səsi olsun və səsi olmayan davamında aşağı verilməsi alınmazdır. Ona görə bunun sənəti ilə, o çobanla, mal, heyvan saxlamasıyla bağlı ki,
nəvəsi Zöhrə xanımı deyir ki, o ağama var saxlamağa gələndə birinci ağlıqdan olan üç uşaqlara xəstəliklər verir. Amma mən sizin xoş arzunuzu, niyyətinizi nəzərə alıb, yazarım ki, bu ya başqa yazarım ki, Şahin Məhəmməd aşağı yazıcı Çoban Məhəmməd kimi tanınır. Hətta yuxarıda Çoban Məhəmməd yazarım ki, Şahin Məhəmməd kimi də tanınır. Aslında Şahin Məhəmməd yazmışım. Kitabın redaktörü Əli Şahin Məhəmməd oldu ki, bunu daha sonra Çoban Məhəmməd kimi tanıyırlar. Ben de Feride Sarı'nın bu kitabını elde etmek için bana gösterdim. Gördüm burada da Çoban Məhəmməd yazdı ve burada da Ortastan söyleyicileri de Aşık Abdullah'ın Nurlu Samalı bir aşığın da birine yazdığını da o bir səhv edemez. Öyle de doğrudan da o mühimde Çoban Məhəmməd kimi tanıdı. Ama her iki sözü sinonim gibi işleri sizin de arzunuzu nəzərə alır. İstəyirəm Nağıl haqqında bir söyləyəm. Mən Fərdə xanımı tanıyamam, tədbirləri birində yaxşı müğənni kimi təxsil olan bir xanım oxuyan kimi tanımışam və çox xoşdur. Adam var ki, ondan səhvdir. Amma bir olsan böyle, tamam, onun səsini dinləyən tədbirdən sonra Fərdə xanımla yani dedik ki Kur'an için yapmışlar. Sonra Peygamber'in sözleri ki Kur'an'ın başlarına başka bir şey yapmışlar. Bir Kur'an var. Sonra gazetelerde ya da sakırlarda bu bir şey yapmalı olmuşlar. Ben jurnalist konuşuyorum. Ondan sonra çok başlığı onun çok hoşuna olduğunu o da böyle tadbatçı şeyler. Ben de yapıyorum. 5. altında yapıyı yakın anlayışını satın alımda çok ahlakaya gitmamlı ve hiç bir şey de yani onun anlayışında bir anlayış aslında. Ve bu işi yapılanlarla bir yerlerin arasında hükümete çok güzel bir şey. Çok güzel bir şey. Ne olduğunu hükümete dayanıyor. Bunlar bu
yılında ülkeden verilişler böyle bir dastan olmanın içinde var. Ben şu an edebiyatı şöhreminde Mustafa. Ben sizi folklor enstrümanlarla tepkilerine gelmişiz. Sen çok güzel söylediler. Biz bugünkü tercihde size o kadar da vacip değil. Bir tamaşası söyledik. Ben sizden de geldim. Burada sen folklor enstrümanlarından ben çok var. Bundan haber yani o yerlere her bir bakımız bu dünyayı başlayınca bir olmak. Doğruyu sakımalıyız, aktarmalıyız, yapmalıyız. Ve sizler çok doğru o sahada eskilerden bir böyle bir tasarlamış. Bir daha sonra olarak nasıl bir kere görülen yeni devran tasarlamış. Yeni faaliyetlerin yolu yapmayı, yeni okulların yolu yapmayı bu sahada size okullar hazırlayacağım. Bunlar olan dinleyicilerden bana da olmadıktan sonraki bu tatilde iştirak edilsin diyebilirim. Yani bunun sağ olun. Azerbaycan'daki faaliyeti değil, hem de onun Türkiye'de necələrə tədbirlərdə iştirakının şahid olmuşam. Çok güzel bir beynəlxalq konferans var idi. Fərqət Hanım'dan konferansda ülkemizi çok güzel layıqlıca təqdim edildi. O mənim əvvəl çıxış edən müəllimin də dediği kimi təkcə elmi fəaliyyətilə deyil, həm də bədii fəaliyyətilə o ülkemizi çok güzel bir şekilde yüksek seviyede temsil etti. Demek üçlerli bayrağımız en önemli. Ben senden hiç unutmuyorum. Çok güzel vətənimizi tərəqqi edən vətənpərvərlik ruhunda olan güzel ifalarıyla bütün İstanbul'un alışladı. Fərqət Hanım çok zaman ülkemizi bütün təqdirlərdə layıqlıca temsil edir. Onun təkcə dastan yaratıcılığıyla değil, hem de ümumiyyətlə aşıq yaratıcılığıyla, aşıq poeziyasıyla bağlı əsərlərlə, elmi növərlərlə oxumuşuq. Hər zaman yaratıcı olduğunu bütün elmi əsərlərində də məsələyə nə qədər ciddi yanaşdığını, nə qədər məsuliyyətli olduğunu, nə qədər fədakar, zəhmətkeş millətini xalqımızı güzəllədiyi insan şəxsiyyət olduğunu deyə bilərik və Fərqət Hanım'a daha gözəl, daha büyük nailiyyətlər arzu edirəm və ümid edirəm ki, Fərqət Hanım bundan sonra ölkəmizi hər vaxt, hər yerdə layıqlıca təmsil edəcək. Kitabınızı da təkrar təşəkkür edirəm. Bağlantısı Fərqət Hanım. Sağ olun. İsimli eleştirisi, ama bir
Zəng basarlarımız. Və Efendim, öncelikle size bu güzellikleri gördüler tamam. Şimdi bu güzel kitabların ben kitap dinlerdim, bu geleceğin nasıl bir sanat, erse gelmez. Ben bir gerçekten bazılarını dinlerse ben teşekkür ederim. Ferdi Hanım'dan güzel müziğini hep ödüle şöhretti. Ağlı basın onların kıyıtı da var. Bunları bilenler bilmeyen. Biz bir de terör mübarek olmuşuz. Ferdi Hanım'la göre yaratılanla çok yakından tanışan Ferdi Hanım bunlar yanıtı var. İnce Senat Üniversitesi'nin var. Konservatuvar yanıtı var ve en esası hem de güzel sözü. Biz burada öğrencilerle hemşehrinden yorumlandı Ferdi Hanım. Ferdi Hanım'ın yolda sana uğurlar arka giren, yaz yazarlarının Allah sıvar eylesin, güzel Ferdi Azerbaycan musiki ismini daha çok izleyebilirsiniz. Arzu edilmişlerle bir şey arzu edilen ki gelen Ferdi Hakk'a gelişmiş. Çünkü bu khasiyeti. Her şey yani çok sağ olun, Allah sizlerle olsun, yardım yaratlar. İnşallah hükümete yaklaştıracak. Çok sağ olun. siz de Azərbaycanlı olaraq, Azərbaycanımızın həm də ailəsi olan yerimizin çok çalışkan bir insansınız. Bayağı tanımlarınız değiller. Sizin her zaman sesiniz yer konferanslarına gerek, yanlarınızda gerek. Bunlar yalnız bir işler. Ve çok sevdiğim şeyler, çok olmasın ki Azerbaycan'ın yüzülen sınavdan gelecek. Doğrucudur, onu koruyup gelecek nesillere çarptırmak. Siz ilişkilerle Azerbaycan'la beraber. Çok sıkıntı işlerde Azerbaycan'ın yaşlı Azerbaycan'ın etkisiyle Azerbaycan'la bir bakı altında yorulmuştur. Bu süreçlerden bu kitabı gördüm, çok sağ olun ve sana İngilizce görmesinden nəzər yetirdim. Nəyə görə süreçlerden olmak istedim ki, çok arzulayan kitaplar mütləq şəkildə İngiliz dilində çap olsun. Azerbaycan ve İngiliz. Bakın, 2 gün əvvəl sən görmüş Amerika'da, İngiltere'de, ayrı ülkelerde mesela aşık sənətinə xüsusi maraq. Onların bizimlə başlıyor maraq. Onlar işlər arasında onların maraq başlıyor. Ve bugünler İstanbul'un bir materialı gördük. Amerika'da ama Gədəbəyə gibi var. Marta. Azerbaycan'ın ve Gədəbəyə ailenin ilk gördüğü bu ailede bu artık mahiyet kısas başlıyor. Ve ben inanıyorum ki dünyanın çok yerinde insanlar zaman tanımsızlar görüşüyle ilgilerine kalmışım ve elektron versiyası, bu kitabın elektron versiyası İngilizce olsa ben mütlak şekilde onlarda sunulmalı, onları bir araştıracak ve tanıştırmalı. Çok sağ olun. Dediler özellikle ben de hamleyim benim kardeşim de aşık başladı. Yani ikimizden üniversitede yani ailece koruyor o öğrenci çalıştı. Ben hemen tebrik edeceğim bir yerde. Ben de dedim ki ben de kitap hazırlamada ayağına satılır. Ben okumaya bir defa almıştım. Yaman müdahale burada üniversiteye Süper'de kalın. Altay müəllimlər, Əhməd müəllimlər keçib, hətta sənə qədər bu 2 dağıtmalı bir şey. Yəni sənə qədər gəlib çatırsa, nə qədər gəldiyin böyük bir zəhmətli bir iş gördü. Alqışlarına səni öpürəm, nə yaşlı varsa, sinir xanımdan varırsın. Fəridə xanım, bəzi tədbir iştirakçıları, hər birinizi cani könüldən salamlayıram.
ve güzel Fəridi xana təşəkkür edirəm ki, yönü Qərbi Azərbaycana doğrudur və belə gözəl mövzu layihə təqdim eləmişsiniz qeyri-hökumət təşkilatlarına və layihəniz qalib elan olunubdur və gözəl də icra eləmişsiniz. Mən oxuya bilmədim kitabı, ancaq eşitdim ki, ziyalılarımız necə gözəl iştirak elədilər, danışdılar bu kitab haqqında. Mən sizi təbrik edirəm və qeyri-hökumət təşkilatları Dövlət Dəstək Agentliyinə təşəkkür edirəm ki, sizə maddi dəstək göstərib və kitab bugün ictimaiyyətə təqdim olunur və inanıram ki, oxunacaq və hər kəs bundan bəhrələnəcək. Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır. Orada formalaşmış adət-ənənələrimiz, musiqi mədəniyyətimiz, mətbəximiz var və biz bunu yaşatmalıyıq, öyrənməliyik, gələcək nəslə çatdırmalıyıq. Uğurlar arzulayıram və təşəkkür edirəm. Biz bu dastanı yazı alarkən bu dastan söylediği sevgi dastanı bir mühütün Qərbi Azərbaycana, o mühütün bir özelliğini saxlayır və söylədi ki, tarix deməli faktlarla toplayır. Mən düşünürəm ki, əsl ziyalının, əsl elmadasının vətəni yoxdur, onun üçün vətən birdir, Azərbaycandır. Məqsəd yerdə, yəni ki, çox həyəcanlıyam, bunu ki, mən bilmirəm, təqdimat kimi, bu kimi, baxın, səhnələrdə olacaq, uşaq yaşlarından, o vaxtda da bizi indiki istedadlar axtarıram ki, o vaxtlarda müsadirələr vardı, amma o müsadirələri dövlət geçirdirdi. Mən də o uşaqlardan biriyəm. Bakıya gəldiklər mənə və Rəşqin söylədiyi kimi həm gimnaziyanı, həm konservatoriyanı, həm bir də doktoranturamda Türkiyədə oxumuşam. Rəşqin onu bilməli ki, ondan sonra sizindən ayrılandan sonraki o dövrüydü. Amma ona baxmayaraq çox həyəcanlıyım. Yəni, demək istəyirəm ki, uşaqlıqda səhnə görmüş bir insan olmağına baxmayaraq çox həyəcanlıyım. Gəlkən mənə xanımla danışanda deyirəm ki, mətnini çıxardım printerdən, bəs orada mətni yazmışam, onu da printerdən də çıxarda bilməli. Amma o çıxardıqlarında hamısı bir anda qeyrindən silindir demək vaxtı. Çox təşəkkür edirəm əlinizə. Xoş gəldiniz və gələn qonaqlarınız həmişə var olsun, var olun. Çünki hər birimiz məqsədə bir anlama xidmət edir. Mədəni irsimizi yaşadılması. Çox təşəkkür edirəm.